Salam əziz və dəyərli Uğur Mozaikası kanalının izləyiciləri. Bugün biz sizinlə Güvən Nəşriyyatının blok imtahanına hazırlaşan şagirdlər üçün, abituriyentlər üçün hazırladığı birinci qruplar üçün sınaq toplusundan sınaq 1 riyaziyyat fənnindən olan sualların həllinə baxacaq. Vaxt itirmədən sürətli şəkildə sualların həllinə baxırıq. Buyurur ki, 4 rəqəmli ədədi 4-ə tam bölünərsə, A neçə fərqli qiymət ala bilər? Bilirik ki, 4-ə bölünmə əlaməti son 2 rəqəmin əmələ gətirdiyi ədəddir ki, 4-ə bölünürsə, bölünür. O zaman biz A-nın yerinə 0 yazacaq, 0,4 bölünür, 14 bölünmür, 2 yazsam A-nın yerinə 24 4-ə bölünür, 34 bölünmür, 4 yazsam 44 bölünür, 54 bölünmür, 6 yazsam 64 bölünür, 74 bölünmür və nəhayətdə 8 yazsam 84 bölünür, 94 isə bölünmür. O zaman A 1, 2, 3, 4 və 5 fərqli qiymət ala bilər. Yəni 0, 2, 4, 6, 8 qiymətlərini ala bilər. İkinci sual. Satıcı 500 manata aldığı məhsulu 625 manata satarsa, bu satışdan neçə faiz gəlir əldə edər? Bu tipli misalları bir tənasüb yolu ilə yazmaq olar. 500 manatı alış qiymətinin 100% qəbul edirik. Bəs gələn xeyir 125 manat ki, qazanc əldə olunub. Həmin qazanc 125 manat neçə faiz olur? X faiz. O zaman X bərabərdir. Tənasübə görə 125 vurulsun 100 bölünsün 500, 5 dəfə qalır. 125-i də 5-ə bölürük 25%. Deməli 25% gəlir əldə edilmişdir. Üçüncü sual. X, Y, Z natural ədədləri A bərabərdir 5x üstəgəl 1. Bu bir A ədədi nəzərdə tutulur. O zaman 1-i bu tərəfə atsaq, A çıx 1, eyni zamanda 5x nəzərdə tutulur. A bərabərdir 6y üstəgəlsin 1-dir, eyni zamanda 1-i bu tərəfə atsaq, A çıx 1, eyni zamanda 6y-dir. Daha sonra A eyni zamanda 7z üstəgəl 1-dir. 1-i bu tərəfə atanda A çıx 1 bərabərdir nəyə? 7z-də. Yəni, qısacası demək istəyir ki, A çıx 1 ifadəsi həm 5x-a, həm 6y-ə, həm 7z-ə bərabərdir. Yəni, biri əksiyi bu ədədləri verir. A-dan bir vahid əksiyi. Biz bu tipli misallarda nə edirdik? Yadınızdadırsa, əvvəla bunlara əkop tapırdıq. Deyirdik ki, əkop 5, 6, 7. Bunlara əkop 210 olur, çünki qarşılıqlı sadə ədədlərdir. A çıx 1, 210 olarsa, bizdən A-nın ən kiçik qiymətini soruşur. Biri də geriyə atırıq. 211 sadə. Düzgün cavab D variantı olacaqdır. Təbii ki, ən kiçik dediyinə görə burada bir K atmırıq. Hansısa misillərə getmirik. Dördüncü sualla davam edirik. Şuva açıq bucağı fərqi 154 olan iki bucağa ayırır. Yəni, bir AOB açıq bucağı var idi. Buradan bir OC şuvası gedir. İki bucaq yaranır. Birinə X deyirik, birinə Y deyirik. İki cür yanaşa bilərsiniz. Bir tənliklər sistemindən. Deyə bilərsiniz ki, bunların cəmi 180 dərəcədir. Fərqi isə 54 dərəcədir. O zaman alt-alta topladığımız zaman 2x bərabər olacaq 234 dərəcəyə, x bərabər olacaq 117 dərəcəyə. Bizdən kiçiyi soruşduğuna görə 117 dərəcəni çıxır, 63 dərəcəni alırıq. Deyirik ki, düzgün cavab C variantıdır. İkinci cür yanaşma ondan ibarətdir ki, biz əgər iki bucağın fərqi 54-dürsə, onda birinə Y deyirəmsə, böyük Y üstəgəl 54 dərəcə olacaq. Ya da buna X deyirəmsə, X çıx 54 olacaq. Biz kiçiyi soruşur deyə Y-lə Y üstəgəl 54 dərəcəni toplayıb 180 dərəcəyə bərabər eləyəcək. 2 dənə Y bərabərdir 54-ü çıxdıqda 100
Deməli, neçə qalacaq burada? 26 dərəcə. Y də bərabər olacaq 126-nı 2-yə böləcək, 63 dərəcə. Yəni, bu cür tapmaq şansınız var. Kimə nə cür rahatdırsa. 5-ci misalla davam edirik. İcazənizlə təbii ki. Sinifdə ingilis və ya alman dillərindən ən azı birini bilən sözünü gördüksə, bilin ki, bu 100% birləşmədir. A və B çoxluqlarının birləşməsi 35 şagirddir. İngilisi A çoxluğu ilə, almanı B çoxluğu ilə işarət etdik. İngilis dili bilənlərin sayı, yəni NA, alman dili bilənlərinin sayından MB-nin 3 mislidir. Yəni 3 vurulsun MB. Və hər iki dili bilənlərin, yəni kəsişməsinin 6 mislidir. Yəni 6 vurulsun kəsişmə. O zaman biz nə edirik? Kəsişməni x götürürük. X götürsəm, onda NA 6x olacaq axı, 6 mislidir. İndi mən 3-ü nəyə vursam 6x eləyəcək? 2x-a. Deməli, alman dili bilənlər 2x-dir. Bir də sürətli baxırıq. Görək deyilən nisbəti doğrudurmu? Hər ikisini dilə bilənlərə x deyirəm. Onda ingilis dili bilənlər 6 mislidir. Hər iki dili bilənlərin. Alman dilinin 3 mislidir. Həqiqətən də 2x-in 3 misli yenidən 6x-i verir. İndi biz burada nədən tapacağıq? Birləşmənin belə bir düsturu var. NA üstəgəl MB çıxılsın kəsişmə. O zaman 35 bərabər olacaq. NA-nın yerinə 6x, MB-nin yerinə 2x, kəsişmənin yerinə isə x qoyacaq. 35 bərabərdir 8x çıx x 7x, x bərabərdir 5. Onda nə olur? Kəsişmə 5-dir. NA, yəni ingilis dili bilən olur 6 misli 30. Onda yalnız ingilis dili bilən 25 nəfər olur. Burada isə 3 dəfə böyük, yəni alman dili isə 10 nəfər. 5-i də burada. Bizdən təbii ki 30-u soruşur. İngilis dili bilənlərin sayı. Davam edirik 6-cı sualla. 6-cı sualda nə deyir bizə? Eyler-Verlə daha qəşəng başa düşəcəyik. Bu A çoxluğudur, bu B-dir. B çıx A-da, yəni bu hissədə 7 dənə element var. NA-da isə, yəni bu dairənin hər ikisində cəmi 8 dənə element var. O zaman bizdən birləşmə soruşanda bu gördüyümüzün hamısını götürürük. Yəni əslində birləşməyə belə bir düstur da verə bilərik ki, birləşmə NA ilə yalnız B-də olanların cəmidir. Aydındır? Digər misallarda ehtiyac yaransa biz belə də yazarıq. MB ilə yalnız A-da olanların cəmi. İndi bizə 8 və 7-nin cəmi 15 kifayət edir ki, biz deyək ki, düzgün cavab C variantıdır. Bu düstura görə və Eyler-Verə görə. İndi 7-ci sualla davam edirik. Deyir ki, satıcı birini 30 qəpiyə aldığı yumurtaların 20%-ni daşıma zamanı qırmışdır. Satıcı nə qədər yumurta almışdır? Mən bilmirəm. X sayda. Ümumi olaraq 30 qəpikdən 30 vur X pul verib. Yəni maya dəyəri 30x deyək. Qəpiyi manata çevirmədik. Yumurtaların 20%-i daşınma zamanı qırılıb. X var idi. 20%-i 0.2x-dir. Kimsə tapa bilməsə birbaşa vurur 20-yə bölür 100-ə. 0.2x çıxırsa 0.8x-i salamat qalıb. Salamat qalıb. İndi bizə deyir ki, həmin yumurtaların hər birini 60 qəpiyə satır. Yəni 0.8x-i vururuq 60-a, onsuz da qəpiyə çevirmirik. 0 gedir, 8 vur 6, eləyir 48x. 48x. 48x oldu ümumi məbləğ. Satışdan sonra əldə etdiyim məbləğ. İndi bizə deyir ki, bu ticarətdən neçə faiz gəlir əldə etdi? Onda biz necə tapırıq? 30x ki maya idi. Bu maya verilən pulu 100% qəbul edirik. 48x-in 30x-i mayadısa, mən 18x qazanmışam. Buna bir A deyirəm, B deyirəm, Y deyirəm, fərq eləməz, Y deyək. Y bərabərdir. 18x-i vururuq 100-ə, 30x-a bölürük. X-lar gedir.
Bununla bu 10'a gedir. 13, 18-i 3-ə böldük 6. Deməli, y neçə olur? 60%. Deməli, biz yumurtaların satışından 60% gəlir əldə etmişik. Davam edirik. 8-ci sual. Növbəti sadə sual. Baxın, A-nı verib 3-də 2. Bu kəsirlərin müqayisəsinə aiddir və siz çox yaxşı bilirsiniz ki, kəsirləri müqayisə etmək üçün mümkün olduqda ortaq məxrəcə gətiririk. Ortaq məxrəc hər birində 21-ə rahatlıqla gəlir. 3-ü 21 eləmək üçün 7-yə vurduq. O zaman surət də 7-yə vurulmalıdır. 14. 7-ni 21 eləmək üçün 3-ə vurduq. O zaman 5-i də 3-ə vurmalıyıq. 15. 21-i 1-ə vurdum. 13-ü də 1-ə vurdum. 13. Təbii ki, məxrəclər eyni olanda surəti kiçik olan kəsir kiçikdir. Yəni C kiçik olur A-dan, o da kiçik olur B-dən. Deməli, C kiçikdir A-dan, o da kiçikdir B-dən. A variantı olmaqdadır. Davam edirik icazənizlə. 9-cu sual. Növbəti maraqlı sualdır. Deyir ki, A üstə gəl B 135-dirsə, əbob AB 9-dur. Baxın, natural ədədlər bölməsindən bilirik ki, əbob 9-dursa, deməli A da B də 9-un neçəsə misilləridir və adətən 9x və 9y kimi şərti olaraq qeyd edirik. O zaman biz gətirib bura 9x üstə gəl 9y bərabər 135 yazırıq. 9-u mötərizə xaricində çıxardanda x, y cəmi 135, 9-a böləndə də qalacaq 15. Deməli, x, y cəmi 15-dir. İndi məndən AB hasili soruşursa, uşaqlar, 9x vurulsun 9y, 81x edir də. Ümumiyyətlə, x, y cəmi 15 olan çox versiya var. 1 və 14 ola bilər, 2 və 13 ola bilər və s. bu şəkildə davam edə bilər. Hasil ən kiçik götürməliyəm, çünki ən kiçik qiymətə soruşur burada. Ən kiçik qiymət götürəndə ədədləri bacardığımız qədər cəm stabildirsə, sabitdirsə, uzaq ədədlər götürürük. Yox, əgər hasil böyük lazım olsaydı, bir-birinə yaxın ədədlər götürəcəkdik. Məsələn, 7 və 8 götürə bilərdik. Çünki bunları bir-birinə vuranda 1 vur 14, 14 eləyir. 2 vur 13 olanda 26 eləyir. Baxın, ədədlər yaxınlaşdıqca hasil böyüyür. 7 və 8, 56-da dayanır. Bu olur maksimal qiymət. İndi bizə ən kiçik lazımdır deyə 81-i vuracaq 14-ə. 81-i 14-ə vuranda 4, burada olacaq 32, burada 1, 8, bu eləyəcək 34, bu da deməli 11, 1134. B variantı olacaq bizim cavabımız. 10-cu sualla davam edirik. Sadə sualdır 10-cu sual. Deyir ki, 3-də 1 çıxılsın 9-da 1, üstə gəlsin 27-də 1. Siz bilirsiniz ki, hər birini rahatlıqla 27-yə gətirmək olar. Orta məxrəc olaraq. 27 eləmək üçün birinci kəsirin sürət və məxrəci 9-a vurulur. İkinci kəsirdə isə 3-ə vururuq. Üçüncü kəsir olduğu kimi qalır. 9-dan məxrəclər eynidirsə, sürətlər çıxılıb toplanılır. 9-dan 3 çıxırıq 6, 6-nın üstünə 1 gəldi 7. Deməli, bizim axtardığımız cavab 27-də 7 imiş. 11-ci sualla davam edirik. Məftilin ucundan onun uzunluğunun 8-də 1-i kəsilərsə, məftilin orta nöqtəsi 4 cm. Baxın, məftil bu qədərdir. Ümumi məftilin uzunluğun tutaq ki, x qəbul edirəm. Onun orta nöqtəsi x böl 2 nöqtəsinə düşür. Tən ortaya, yarısına. İndi mənə deyir ki, həmin x uzunluqda məftilin 8-də 1 hissəsini kəsdilər. O zaman 8-də 7 qalırmı? Yəni artıq yeni parçamın uzunluğu x yox 8-də 7x olur. Mən bunun orta nöqtəsini tapanda 8-də 7-ni 2-yə bölürəm. 8-də 7x 2-yə bölmək tərsinə vurmaq deməkdir. Bu 16-da 7x edir. Yəni bu düşəcək 16-da 7x orta nöqtə. Və deyir ki, məftilin orta nöqtəsi 4 cm yerini dəyişər. Yəni əvvəl x bölü 2 idi. Sonra 16-da 7x yerin dəyişdi. Bərabər oldu nəyə? 4 cm.
İndi məhdinin ilkin uzunluğu, yəni x-i soruşur. Onda bunu hər tərəfli 8-ə vururam. 16-da 8x-dən 7x çıxanda 16-da 1x 4-dürsə, çarpazla vuranda 16 vurdur. Yəni 64 santimetri əldə etmiş oluruq. Deməli, düzgün cavab A bəndi olmaqdadır. 12-ci sualla davam edirik. Deyir ki, 9 vurulsun 10 üstü 4. Natural bölən ədədinin natural bölənlərinin sayını tapın. Bu ədədin standart şəkildə verilişidir. 9 3-ün kvadratıdır. 10 da 2 vurulsun 5-dir. Bunu bilirik. Bunlar hamısı məşhur misallardır uşaqlar. Şablon misallardır. 2 üstü 4 vurulsun 5 üstü 4. İndi biz natural bölənləri tapanda bilirik ki, qüvvətlərin sayı 1-1 artıb 1-1-nə vurulur. 2 üstə gəl 1, 4 üstə gəl 1, 4 üstə gəl 1. Bu bərabərdir 3 vurulsun 5 vurulsun 5, bu da edəcək 75. Deməli, düzgün cavab Y variantı olacaqdır. 13-cü sualla davam edirik. Deyir ki, 8 işçi gündə 6 saat işləyərək bir işi 24 gündə bitirir. Yəni, 8 işçinin ümumilikdə neçə saat işləyirlər? Bu tipli misallar, bunları bir-birinə vurur. 6 vur 24, neçə eləyər 6 vur 24, 120, 144 saat. Bunlar 144 saat işləyirlər. Bu məlum, 8 işçi. Mən ümumilikdə işi tapsam, 8 vur 144 edir da ümumi iş, ehtiyac olsa. İndi bundan işim yoxdur. Deyir ki, eyni işin 4də birini gündə 8 saat işləyərək 4 günə. Biz saatla işləmirik. Deməli, baxın, 8 işçi 144 saat işləyir. İndi neçə dənə işçini soruşur. 8 saat 4 günə işləyir, 32 saat eləyir. Bundan işim yoxdur. Amma bu işin 4də biridir. Yəni, hələ 4 dəfə 4-ə vururam. Bu əslində 128 saatlıq işdir. 128 saatlıq iş. İndi təbii ki, işçi saat məsələsi tərs mütənasibdir. Çünki saat azaldısa, deməli, burada işçinin sayı artmalıdır. Tərs mütənasib olanda qarşı-qarşıya vururuq. X vur 128 bərabərdir, 8 vurulsun 144-ə. Onda biz nə edəyək? Bununla bu 8-ə gedir. 8-ə böləndə 16, 80 o da 48. X də bərabərdir 144-ü 16-ya böləcək. X də bərabərdir 9. Deməli, neçə işçi lazım olacaq? 9 işçi lazım olacaq. 14-cü sualla davam edirik. 2x bərabərdir 3y bərabərdir 4z. Natural ədədlərdən bilirik, daha doğrusu faiz nisbət bölməsindən bilirik ki, naturalda da işlətmişik bunu. Biz nə edirik burada? Əkov tapırıq, ortaq bölünləri. 2, 3, 4-də 12 gəlir. Bura bir 12k deyirəm. Onda 2-ni nəyə vursam 12k eləyəcək? 6k-ya. 3-ü nəyə vursam 12 eləyəcək? 4k-ya. 4-ü də 3k-ya vursam, yəni z də bərabər olacaq 3k-ya. İndi biz gəlib burada 1 bölünsün x, 1 bölünsün y, 1 bölünsün z bərabərdir 18-də həmin x, y, z-ləri yerinə qoyacaq. Yəni 1 bölünsün 6k, üstə gəl 1 bölünsün 4k, üstə gəl 1 bölünsün 3k bərabər olacaq neçəyə? 18-ə. Ortaq məxrəc 6-ya, 4-ə, 3-ə 12k. Bunu 12 eləmək üçün yuxarı vurduq 2. Bunu 12 eləmək üçün 3-ə vurduq. Bunu 12 eləmək üçün 4-ə vurduq. Bərabərdir neçəyə? 18-ə. Onda bu olacaq 12k aşağıda 2, 3, 4. Neçə eləyəcək bizim üçün? 9. Bərabərdir 18-ə. Hər tərəfli 9-a böldüm. 2, 1 bərabərdir çarpaz vuranda 24k-ya. Baxın. O zaman k bərabər olacaq 1 bölünsün 24. Biz k-nı tapdıq. Biz k-nı tapandan sonra bizdən 1 bölü y-i soruşur deyə birinci y-i tapıram. Y 4k-dır. 4-ü vururam 1 bölünsün 24-ə. Bundan bu ixtisar gedir 6-da 1 olurmu? İndi 1 böl y, yəni
1-i bölürəm 6-da 1-ə. Biz də bilirik ki, bölmədə ikinci dəyişilib tərsinə vurulur. Bu deyir 6. Deməli, mənim axtardığım 1 bölü y 6-ya bərabər imiş. Bu qədər sadə və maraqlı bir misal. 15-ci misalla davam edirik. X böl y böl 7. Baxın, birinci kəsir olduğu kimi qalır. İkincinin tərsinə vururam. Onda olur x bölünsün 7y. Bu birinci. İkincidə isə x bölünsün y bölü 7. Yəni birinci qalır, ikincinin tərsi. 7 qalxır yuxarı, y aşağı. Bu da olur 7x bölünsün y. Aydındır mı? İndi bizə deyir ki, birinci ədəd ikincinin neçə mislidir? Bu siz nəyə oxşuyur? Deyir 10 ədədi 2-nin neçə mislidir? Onda biz nə edirdik? 10-u 2-yə bölürdük. Yəni birinci gələni ikinciyə bölürəm. X bölü 7y bölürəm. 7x bölünsün y-ə. Onda birinci qalır, ikincinin tərsinə bölürəm. Y-lər gedir, x-lar gedir. Bu da 1 böl 49 olur. Yəni 49 məxrəcə düşmüş olur. Keçirik 16-cı misala. Deyir, iki düz xəttin kəsişməsindən alınan bucaqlar. Uşaqlar, iki düz xəttin kəsişməsindən ya qarşılıqlı bucaqlar alınır. Bunlar bir-birinə bərabərdir. Ya da qonşu bucaqlar alınır. Əgər nisbət 5-in 7-yədirsə, deməli 5k üstə gəl 7k 180 dərəcə olmalıdır. Çünki qonşu bucaqların cəmi 180-dir. 12k 180-dirsə, k 15 dərəcə olacaq. İndi bizdən kiçik bucağı soruşur, təbii ki 5k-nı. Bu da 5 vurulsun 15, 75 dərəcə edəcəkdir. Əgər böyük bucağı soruşsaydı, ya 7k-nı vurmalıydıq 15-ə 105, ya da 180-dən 75-i çıxmalıydıq. Bu da bizim üçün 16-cı sual. 17-ci sual rahat sualdır. Nə deyir 17-də? Deyir ki, 96 ədədi 3, 5, 8 ədədi düz mütənasib. Biz bilirik ki, düz mütənasib olanda sadəcə yanlarına bir k yazırıq. Cəm verilən ədədə bərabər olur. 16k bərabərdir 96-ya, k bərabərdir 96-nı 16-ya böldük 6. Ən böyüyünə 8k dediyimə görə 8-i də 6-ya vururam 48. Deməli, mənim axtardığım cavab D bəndi olmuşdur. Baxırıq 18-ci suala. 18-ci sualda nə deyir? Deyir ki, NA B çıxılsın A-ya bərabərdir. Baxın, Eylerveni çəkirəm. Bu A-dır, bu B-dir. B çıx A-ya bura bir x desəm, onda NA da x-dir. Çünki deyilənə görə bir-birinə bərabərdir. NB isə yalnız A-da olanların neçə mislidir? 5 mislidir. Aha. Biz birləşmənin sayını soruşuruq. Yaxşı, gəlin görək necə yazarıq. Deməli, əgər mən yalnız A-da olanlara, A çıx B-yə bir y desəm, bura bir y desəm, onda B y-dən 5 dəfə böyükdür. Bura olur 5y. 5y olur. Sonra bizə deyir ki, deməli, NA-da buna bərabərdir. Onda bura nə olacaq? Bura x çıxılsın y olacaq. Bura ümumi x-dırsa, y buradadırsa, bura x çıxılsın y olacaq. 5y-in x-i buradadırsa, bura eyni zamanda mən nə deyə bilərəm? 5y çıxılsın x deyə bilərəm. Bir də deyirəm, bax, yalnız A-da olanlara y desəm, B-də olanlar bunun 5 qatıdır. Mən bura nə deməliyəm? 5y deməliyəm. Onda, bura x demişəm axı, çünki bunlarda bir-birinə bərabər götürmüşəm. A ümumi x-dir. Y bura düşübsə, deməli kəsişmə x çıxılsın y-dir. Düzdürmü? Burada bir sıxıntı yoxdur. İndi eyni zamanda biz belə də başa düşərik. B ümumi 5y-dir. X-i burada düşübsə, 5y çıx x də buradadır. Kəsişmə ikisi də bir-birinə bərabər olduğuna görə 5y çıxılsın x-i də bir-birinə bərabər edirəm.
Onda x'i bu tərəfə atanda x üstəgəl y, bunu da bu tərəfə atanda 5y üstəgəl y olur. O zaman 2x 6y-ə x də bərabərdir 3y-ə bərabər olur. Bunu tapdıq. İndi biz nə edəcəyik? Biz gələcəyik burada x yəni 2 qatıdır. Burada gətirib yerinə qoysaq, bizə deyir ki, elementlərdən aşağıdakılardan hansı ola bilər? Bəli, bunu ümumi tapsaq, birləşməni soruşur bizdən, birləşmənin sayı. Bilirik ki, bunların cəmidir. Y üstəgəl x çıx y üstəgəl x. Bu da bərabərdir. Y-lər gedir. Burada qalır 2x. Ya 2x yazacaq, ya da 2 vurulsun 3y, yəni 6y ilə ifadə edəcək. Deməli, bu ədəd həm 2-yə bölünəndir, həm də 6-ya bölünəndir. İndi 2-yə bölünəndən yola çıxmaq bizə sərf eləməyəcək. Çünki 2-yə bölünən ədəd seçənəyimiz çoxdur. 3 dənədir. 6-ya bölünən ədəd seçənəyimiz isə bir dənə B variantıdır. Yəni 18 6-ya rahatlıqla bölünür. Bu bizim bir üsulumuz. Biraz uzun getdi. Fərqli necə yazmaq olar 18-i? Baxın, belə yazmaq olar. Birləşmə bərabərdir. Biz bayaq nə yazdıq? Yazdıq ki, ENA üstəgəl yalnız B-də olanlar. Bu bir versiya. Bir də yazdıq ki, birləşmə bərabərdir. MB üstəgəl yalnız A-da olanlar. Bunu Eylervenlə də görə bilərsiniz. Yalnız A-da olan, A-nın hamısı, bir də yalnız B-də olanları toplayırıq, birləşmədir. Ya da B-də olanlar və yalnız A-da olanlar. Bu versiya ilə. İndi biz gətiririk, bax burada, ikinci düsturda. Görürsünüz, B-nin yerinə 5 dənə A çıx B qoyublar. 5 dənə A çıx B, bir dənə də bu. 6 dənə nə imiş? A çıx B imiş. Bu da natural ədəd olduğuna görə say. Yəni, hansısa bir ədədin 6 misli olur. Yəni, nəticədə A birləşmə B hər hansı bir 6K ilə ifadə edilir. Yenə də cavab 6-ya bölünəni seçəcək. Burada da B variantı. Yəni, iki üsulla yaza bilərsiniz. İndi ilk ağlama bu gəldi. Biraz uzun getdi. İkinci versiyada isə bundan tapmaq mümkündür. 19-cu suala baxırıq. Deyir ki, A bərabərdir 2B, o da bərabərdir 4C olduqda ABC ədədlərinin ədədi ortası 14-dür. Baxın, biz belə olanda nə edirdik? Bu 1-dir də, yazılmıyor. Bunlara tez əkov tapırdıq 4K. Deməli, A özü 4K imiş, B özü 2K imiş, çünki 2-ni 2-yə vurmuşuq. C özü də bir dənə K imiş. Bunların ədədi ortasını, yəni toplayıb ədədi orta sayına bölmədir. Bunu bizə 14 verib. Onda A, yəni 4K üstəgəl 2K üstəgəl K bərabərdir. 3-ü çarpaz vurur. 3 vurulsun 14. 7K bərabərdir 42 olar. K da bərabərdir 6 olacaqdır. K 6-dırsa, o zaman bizim ədədimiz 4K, yəni 4 vur 6. Bizim bir ədədimiz 2K, 2 vur 6. Bu isə K, yəni 6-dır. Yəni, ədədlərimiz 24, 12 və 6-dır. İndi bizdən nəyi soruşur? Həndəsi ortanı soruşur. Həndəsi orta həmin kök altında ədədlərin hasili və kökün dərəcəsi olur sayı. Ədədlərin sayı. Yəni, 3-cü dərəcədən 24 vur 12 vur 6. Bunu necə yazarıq? Burada 24-ü 6 vur 4 yazaram. 12-ni 6 vur 2 yazaram. 1-6 da burada. Qruplaşdırsaq 6-nın kubu, burada da 8 alınır, o da olsun 2-nin kubu. Belə də yazdıq ki, buradan 6 çıxacaq, buradan 2 çıxacaq, bu da eləyəcək 6 vur 2, 12. Deməli, axtardığımız cavab C bəndi olacaqdır. Davam edirik 20-ci sualla. Baxın, 4 çıxılsın, burada modul -5-dən 5 çıxır. Üstəgəl. Çıx 5, çıx 3, -8-i verir. Çıxılsın, 4 çıxılsın. Buradan bizə nəyi verəcək? Elə 5-in özünü. Əslində biz baxan kimi görürük ki, bununla bu eynidir.
Amma yenə də mənfi 1-dir, buradan 1 çıxır. Üstə gəl, buradan 8 çıxacaq. Bura mənfi 1 olsa da 1 çıxacaq. Yenə 1 və mənfi 1 bir-birini aparır. Cavab olur 8. 21-ci sual növbəti maraqlı misal. 3 saatdan birincisi 40 dəqiqədən 1, ikincisi 50 dəqiqədən 1, üçüncüsü 1 saatdan 1 zəng çalır. İlk dəfə hər 3 saat birlikdə 12:30-da zəng çalarsa, növbəti dəfə birlikdə hansı vaxtda zəng çalırlar? Təbii ki, bu tipli misallarda birinci əkop tapırıq. Nəyə? 40-a, 50-yə, 60-a. Üst-üstə düşsün deyə zəngləri. Buradan 10-u çölə atanda Evklit alqoritmasına görə 4, 5 və 6 qalır. Onda 10 vurulsun. Baxın, necə tapırıq? Bu 2 vur 2-dir. Bu sadəcə 5-dir. Bu 2 vur 3-dür. Əkop tapanda 1 eyni olandan çox olanı götürürük. Bu 4-dür, bu 2-dir. Yəni, burada 2 dənə 2 vardı ya, 4-ü götürdüm. Da bu 2-ni götürməyəcəm. Sonra bir dənə 5, bir dənə də 3-ü götürürəm. Bu da bizim üçün neçə eləyəcək? Deməli, 60, ona da vururuq 600 dəqiqə. 600 dəqiqə 10 saat deməkdir, əziz şagirdlər. Deməli, 12:30-un üstünə 10 saatda gələndə 22:30 eləyəcək. Baxın, bu şəkildə. 22-ci sual. Deyir ki, çalışaq şəklin üstündə işləyək. Deyir ki, AB, yəni bu hissə ilə FY bir-birinə nədir? Paraleldir. Yaxşı. Deyir ki, eyni zamanda CD-də YK-ya paraleldir. O zaman bu xətt olur 3-cü kəsənləmələ gətirdi. Yəni, bura 140-dırsa, çarpaz bucaqlara görə burada 140 olmalıdır. Onda bura nə olacaq? 180-dən 66-nı çıxarsınız. Qalacaq 114. Bəli, burada bir X deyək. Bizdən ki, buranı soruşur elə, DYF-i. Bu üçü artıq həndəsənin əsas anlayışlarında qələm üsulu dediyimiz bir üsulu xatırladır. Yəni, bu üçünün cəmi, harada bu şəkli görsək, 360 dərəcədir. O zaman biz 144, 140 və X-i toplayıb 360 dərəcəyə bərabərləyəcək. Onda X bərabər olacaq 360 dərəcədən çıxacaq bunların cəmi 254 dərəcə. Bu da bizim üçün 106 dərəcə C bəndini verəcək. Diqqətlə baxın. 23-cü sual. 23-cü sualda nə edirik? AB çıxılsın BB bərabərdir 40-dır. Biz bunu açırıq. Təkli yoğunluq 10A üstəgəl B. Çıxılsın 10B üstəgəl B bərabərdir 40-a. 10A üstəgəl B. Mötərizənin qarşısında mənfi var deyə hər ikisi çıx olur. B-lər gedir. Onu mötərizə xaricına çıxardanda A çıx B 40 alınır. O zaman A çıx B 10-a böləndə 4. Biz A çıx B-ni tapdıq. İndi bizdən bunu soruşur. 10A üstəgəl A çıxılsın 10B çıx B olacaq. Bayaqki mötərizəyə görə. O zaman bu nə olacaq? 11A çıx 11B olacaq. Buradan da 11-i çölə çıxardanda A çıx B. A çıx B-ni də 4 tapmışıq deyə. 11-i 4-ə vuracaq, 44 alacaq cavab. Deməli, 23-də cavab 44-dür. 24-cü sualdan davam edirik. A çoxluğunun 4 elementi B çoxluğuna daxil deyil. Onda yalnız A-da olanlar 4 dənədir. B çoxluğunun 5 elementi də A çoxluğuna daxil deyil. Ortaq element sayı isə 7-dir. Baxın, yalnız A-da olanlar, yalnız B-də olanlar ortaq. İndi bizdən A və B-də ayrı-ayrı tapıb cəmləməyimizi istəyir. NA bərabərdir bu ikisinin cəmi. 4 ilə 7, 11. MB nəyə bərabərdir? 7 ilə 5, 12 dənə. O zaman NA üstəgəl MB bunların cəmi 23 dənə olacaqdır. Diqqətlə baxa bilərsiniz. 25-ci sualla davam edirik.
25-ci sualda bir boru ilə hovuz 16 saata dolur. Borudan axan suyun miqdarı 5də 1 qədər azalırsa. Baxın, borudan nə qədər su gəlir bilmirik, amma 16 saata dolur. Borudan axan suyun miqdarı 5də 1 qədər azalırsa, 5də 4 qədər qalır. Buradan neçə saata dolar? Y saata, bilmirəm. Bilirik ki, boruda su azalırsa, yəni su az axırsa, onda hovuz daha gec dolacaq. Yəni bu tərs mütənasibdir. O zaman bunlar qarşı-qarşıya vurulacaq. 5də 4x vurulsun y bərabərdir x vurulsun 16-ya. X-lar gedəcək. 4y bərabərdir 5-i çarpaz vuranda 80, y də bərabərdir böldük 20. Deməli, burada cavab 20 saat olacaqdır. Bu da bizim 25-ci sualımız. Keçirik son suallara. 26-cı sual. 8 ədədi 120 manat olan kitabdan 3 ədədi neçədir? Bu sadə tənasübdür. X bərabərdir 3 vurulsun 120 və x-in çarpazında olan, çünki burada 8 var, x olur da, düşür məxrəcə. 8 ilə bu gedəcək 15, x də bərabər olacaq 45 azin, yəni 45 manat. Deməli, cavab 45 manat olacaqdır. Davam edirik 27-ci sualına. Baxın, birinci gəlin tam və kəsir hissələrini tapaq, bizim üçün problem olmasın. Birinci də 1/2-nin tam hissəsi 1-dir, kəsir hissəsi 0/2. Bu mötərizələri unutmayın. Birinci qapaq mötərizə tam hissəni göstərir, ikincisi isə kəsir hissəni göstərir. -1/2-də isə tam hissə mənfi olduğuna görə -2 qəbul olunur. Kəsir hissəni neyinirik? 1-dən gördüyümüzü çıxırdıq. 0,8. İndi mən baxıram. Ümumiyyətlə, qarşılıqlı əks ədədlərdir. Bəli, bununla bu qarşılıqlı əks ədəddir. Tam hissələrinin cəmi -1-dir. Tam hissə -2 və 1. Bunların cəmi -1-dir, düzdür. Yəqin ki, elə 2 dənə cavab olacaq, üçüncü olmaz. Deməli, 1-ə D və Y aiddir. Digərlərini yoxlamaq ehtiyac yoxdur. İkisi tapıldı. İkincisi, -12-də 5. Bu da olacaq -5-i bura vurduq. 12. Bunların hasili 1 elədiyinə görə bunlar qarşılıqlı tərs ədədlərdir. C variantı doğrudur. Hasili -1-ə bərabərdirmi? Xeyr. B buna aiddir. Tam hissələrin hasili 0-a bərabərdir. Gərək bunlardan hansınınsa tam hissəsi 0 olsun. O da bizim üçün mümkün deyil. Çünki bu -0 tam nə qədərdir? Bunun tam hissəsi -1 eləyəcək. Bu da -2,4-dür. Buradan görünür. Bu da tam hissəsi -3 eləyəcək. Bunlar bu şəkildə 0-ı verməyəcək. Ona görə bura C getdir. Hasili -1-dir. Xeyr. Tam hissələr hasili 0-a bərabərdir. Xeyr. Keçdik üçüncüyə. Üçüncü. Deyir, 1 üstə gəl, kök altda 2. Bunu 2 tam nə qədərdir? Tam hissəsi 3-dür. 1 çıxılsın kök altda 2. Bu da -0 tam nə qədərdir? -1 də budur. Yenə tam hissələrinin hasili bizə 0 vermir. Bəs hasili verəcəkmi 1-i? Yəqin ki, bura B aid olacaq. Niyə? 1 üstə gəl kök altda 2-ni, uşaqlar, 1 çıx kök altda 2-yə vuranda birincinin kvadratı çıx ikincinin kvadratı alınır. Müxtəsər ünvat üstürü. Bu da 1 çıx 2, yəni -1-i bizə verir. Ona görə cavablar bu şəkildə olacaq. 1D-Y, 2C, 3B olacaqdır. 28-ci sual. 28-ci sual. Kütləsinin 7də 2 hissəsi duz olan 112 kiloqram duzlu suya. Baxın, bu nə deməkdir? Yəni 112 kiloqramın 7də 2-si, 112-ni 7-yə böləcək 16, 2-yə vurdum 32 kiloqramı duzdur. Suya neçə kiloqram təmiz su əlavə? Su əlavə olunanda duzun kütləsi dəyişmir. Amma məhlul x qədər artır. Bu olur bizim yeni məhlulumuz. Deyir, indi məhlulun duzluğu 20% olsun. Onda deyirsən ki, müəllim, duzu bölürəm məhlula
Vururam 100-ə, olmalıdır 20%. Tez biz nə edirik? Bununla bunu 20-yə ixtisar apardıq. Çarpaz vuranda 160, daha doğrusu surətə vurulur da bu. Burada da 112 üstəgəl x bərabərdir 1. 160 bərabərdir. Çarpaz vuranda 112 üstəgəl x. 112 üstəgəl x-i bura atanda 160-dan 112 çıxılır. Bu eləyəcək 48. Deməli, nə qədər su əlavə etmək lazımdır? 48 kiloqram su əlavə etmək lazımdır. Son 2 suala baxırıq. 29-cu sual. 480, 540, 630 ədədinin ortaq bölənlərinin sayını. Baxın, ortaq deyirsə, deməli biz birinci bu tipli misallarda əbob tapmalıyıq uşaqlar. 480, 540, 630. Mən birinci onu F-kritə görə attım çölə. Əbob. Burada qalır 48, burada qalır 54, burada qalır 63. Hətta mən baxıram ki, burada hər biri 3-ə də bölünür. 3-ü də attım çölə. Burada qaldı əbob. 16, 27, 3-ə də böləndə 21. Başqa eyni olan varmı? 16, 27 yoxdur eyni olan. Onda qarşılıqlı sadə ədədlərində əbobu elədi 1. Deməli, bu ədəd 30-dur. İndi mən 30-un ortaq bölənlərini tapıram. Axı 30, 2 vur, 3 vur, 5-dir. Bunun natural bölənlərini tapanda 1 üstəgəl 1, 1 üstəgəl 1, 1 üstəgəl 1. Yəni 2 vur, 2 vur, 2, 8 dənə. Deməli, bu ədədlərin 8 dənə ortaq bölənləri var. 30-cu son misal isbat. İspat edin ki, A, B, C, D rəqəmləri cəmi 9-a bölsün. Baxın, təkli yoğunluq yüzlük minlik. 1000A, bu da məşhur isbatdır. 100B rahatdır. 10C üstəgəl D. Burada sadəcə biz 9-a bölünməni ispat ediriksə, bunların hərəsindən birinci bir dənəsini ayırırıq. 999 A-nı burada yazıram, A-nın birin kənarda. 99 B-ni burada yazıram, B-nin birin kənarda. 9 C-ni burada yazıram, C-nin birin kənarda, bir dənə də D qaldı. Bu hissədə heç şübhə yoxdur ki, 9-a bölünür. Çünki 9-u çıxaran kimi 111A üstəgəl 11B üstəgəl C yaranır. Yəni bu hissənin 9-a bölünməyində problem yoxdur. Problem bir dənə qalır bu hissənin bölünməsində. Çünki biz bilirik ki, bir ədədin ayrı-ayrı toplananları, ümumi belə yazaq da, bunun 9-a bölünməlidir. Bunun məxrəcini uzadırıq, 9-a bölünməlidir. Sonra bunun məxrəcində bir dənə 9 yazın. Bunun ümumi məxrəcində bir dənə 9 yazın. Və yazın ki, bu şəkildə yazsınız. Bu var ha. Belə deyim də 111A, 11B, üstəgəl C. Eyni saxlamaqla bunları ayırırıq. Toplananları ayıra bilərəm. Bu hissə tam bölünür. Burada sıxıntı yoxdur. Yəni bu bizim tam bölünən hissəmiz. İndi A üstəgəl B üstəgəl C üstəgəl D bölü 9-da da təbii ki, sözlərlə ifadə edirsiniz ki, bu 9-a tam bölünməsi üçün həmin A üstəgəl B üstəgəl C üstəgəl D cəmi 9-a bölünməlidir. Bu elə həmin ABCD ədədinin rəqəmləri cəmində bölünməlidir. Vəssalam. Bu da bizim isbatımız. Suallar rahat suallar idi. Biraz bəzi suallar vaxt aparan idi. Uğur olsun. Növbəti videolarda görüşənə qədər.